Doğru ifadələri müəyyən edin. Printer kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. Bu fikir doğru deyil. Printer əksinə daxil etmə yox, xaric etmə qurğusudur. Kompüterdə olan informasiyanı kağız üzərində çap edən qurğudur. Kağız üzərində olan informasiyanı kompüterə daxil etmək üçün skanerdən istifadə edilə bilər. İkinci fikrə baxaq. Monitorun üfüqi və şaquli nöqtələrinin sayı onun çözümlülüyünü müəyyən edir. Bəli, bu fikir doğrudur. Və həmin nöqtələrin sayı, yəni piksellərin sayı nə qədər çox olarsa, görüntünün keyfiyyəti daha yaxşı olur. Görüntü daha yüksək keyfiyyətdə olar. Matrisli printerlərin sürəti 1 saniyədə çap olunan simvolların sayı ilə ölçülür. Bu fikir doğrudur, amma şırnaqlı və lazer printerlərin sürəti 1 dəqiqədə çap olunan səhifələrin sayı ilə müəyyən olunur. Monitorda bu cümləni bayaq dedim, piksellərin sayı nə qədər çox olarsa, görüntünün keyfiyyəti daha yüksək olar. Yəni bu fikir doğru deyil ki, o qədər keyfiyyətsiz olar. Və klaviaturada backspace klavişi kursordan soldakı simvolu silir. Bəli, delete kursordan sağdakı simvolu silir. Backspace kursordan soldakı simvolu silmək üçündür. Deməli, bizdən doğru ifadələri istəyir. Doğru cavab 2, 3, 5-dir.